Elə insanlar var ki, birdən-birə yoxa çıxır da. Hər yoxa çıxan insan ghostingmi etmiş olur? Yox, təbii ki, hər yoxa çıxan insana biz ghosting tətbiq edir deyə bilmərik. Ola bilər bunun hər hansı bir şəxsi səbəbləri də ola bilər. Əgər bu mütəmadi davam edirsə, o zaman ghosting olur. Heç bir səbəbi yoxdursa. Ghosting edən insanın əlində heç bir səbəbi olmur bunu etmək üçün. Amma bir insanın əsaslı bir səbəbi varsa və bu daimi yox, təsadüfən olursa, təbii ki, bu ghosting hesablanmır. Bəs belə vəziyyətdə insan necə özünü qoruya bilər? Yəni necə sağala bilərsən, necə çıxa bilərsən bu vəziyyətdən? Əgər biri sizə ghosting tətbiq etdiyindən əminsinizsə, onlara psixoloji sərhədlər qoymaq lazımdır. Yəni açıq və səmimi şəkildə danışmaq lazımdır və bunu mənə tətbiq edə bilməzsən. Yəni bu mənə çox pis təsir edir. Bu kimi söhbətlər aparmaqla burada bir emosional məsafəni, psixoloji sərhəddi qoymaq lazımdır. Pərvin xanım, bəs ghostingə məruz qalan insanlara nə tövsiyələriniz olar? Əgər bir insan münasibətin içində ghostingə məruz qaldığını bilirsə və bundan əmindirsə, o zaman o insan öz dəyərini bilməlidir ki, bunu mənə tətbiq edə bilməzlər. Mən dəyərliyəm, hər kəs dəyərlidir və burada psixoloji sərhəddi çəkmək lazımdır.